Demək, növbəti aldehidlər mövzusundan 106-cı testin izahına baxaq. 23 qram etil spirtin oksidləşməsindən deyir, neçə qram sirkə aldehidi alınır. Biz bilirik ki, spirtlər miski oksidlə oksidləşmə reaksiyasına daxil olur və miski oksidlə oksidləşdikdə bu zamanları nə alınır? Alınır aldehid. Demək, burada bizə verilən spirt etil spirtidir. Demək, CH3, CH2OH və bu miski oksidlə oksidləşdikdə alınacaq sirkə aldehidi və bir də aydın məsələdir ki, buradan mis çıxacaq və bir də çıxacaq su. Və deyir, 23 qramın oksidləşməsindən neçə qram sirkə aldehidi alınır. Etil spirtinin emeri 46-ya bərabərdir. Biz bunun emerini hesablasaq görərik ki, 46-ya bərabərdir. Yəni 46 qram etil spirtindən, uşaqlar, etil spirtinin spirtlərin ümumiyyətlə emeri 14-in plus 18-dir. Aldehidlərin kütləsi isə 14-in plus 16-dır. Yəni bizim spirtimizin kütləsi neçədirsə, ondan 2 qram az olan biz nə alırıq? Aldehid alırıq. Əgər spirtdən aldehid alırıqsa da. Demək, burada biz dedik spirtimizin, etil spirtimizin kütləsi 10-dur. Demək, hesablasaq görürük ki, 46 eləyir. Yəni 46-dan 2 qram kütlə azalacaq aldehid alınanda, yəni 44 qram aldehid alınır. 1 molundan 1 mol aldehid alınır da. Onda 23 qram biz etil spirt istifadə eləsək, sirkə aldehid almaq üçün o da olacaq x, o da eləyəcək neçə qram? 22 qram alınacaq sirkə aldehidi. Sonra növbəti 108-ci testimizə baxaq. 108-ci testdə deyir ki, funksional qrupun kütlə payı 50% olan aldehidin molekulunda bir funksional qrup varsa, onun molyar kütləsini hesablayın. Demək, burada funksional qrup aldehidlərdə, demək, burada R radikal olurdu və aldehidlər üçün funksional qrup karbon yuxarı 2 qat rabitə oksigen, aşağı 1 qat rabitə hidrogen bu aldehidlərin funksional qrupudur. Yəni bunun kütləsi deyir, aldehidin 50%-ni təşkil edir. İndi bunu hesablayaq 12, 16, burada 1 elədi 29. Yəni 29 50%dirsə, onda bu aldehidin ümumi molekulu neçə faiz olur? 100% olur da. 100 olacaq neçə? 100% olacaq x, o da eləyəcək 58. Demək, bu aldehidin molyar kütləsi nəyə bərabər imiş? 58-ə bərabər imiş.